xalq təbabətində faydalı olacaq nə varsa, şəfalı nə varsa, elm onu sübut eləyib və tibbə gətirib. Yerdə qalanlara artıq toxunmağa gərək yoxdur anlamına gəlir. Siz nə düşünürsünüz? Yəni, xalq təbabətində nə varsa elmə gəlib öz əsasını tapıbmı? Yoxsa hələ elmin kəşf eləmədiyi təbabət üsulları var. Şəhla xanımın fikirlərinə çox hörmətlə yanaşıram. Ancaq mən Tovuzluyam. Tovuzda otu qoyuna verirlər. Başqa heç nədə ot istifadə olunmur. Yalnız qoyuna verilir. Bir adam ki, dərman bitkilərinə, insanlara şəfa verən dərman bitkilərinə ot, nə qədər istədiyi, arada bir iki dəfə istədiyi dərman bitkiləri deyənmədi. Çünki bu sahəyə girməyib, giriş olmayıb. Yəni, bu sahədən anlayışı olmayan, mən Züheyr doktorla həmsənətəm. Və uzun illər mən 60 çarpaylı kardioloji şöbədə yüzlərlə infarkt sağaltmışam, insana həyat vermişəm. Mənim bura gəlişimin səbəbi nədir? Mən gəncliyimdə 6 ay xalamgilə qonşu olum deyin, nəm yerdə qalmışam və oynaqlarımda mənim kəskin revmatizm, gəncliyimi bilməmişəm. Gəncliyimi itirmişəm. Axtarıb, dərmansız, iynəsiz, ağrını tapıb, şərəfimi and içirəm, olan kimidir. Mən sağlamlığımı tapandan sonra başa düşdüm ki, ilahi bir də gördüm, Türkiyədən göstərirlər, çılpaq bir kişi üzərində 10 minlə də ağrı, sağaldı. Durdum evdə, oynadım evdəkilər, dəli oldum. Dedim, yox, mən sağaldım. Çünki ağrı müalicəsi o vaxt uyğun olur ki, onu uyğun nöqtəsinə sancırsan. Revmatizm də hara, qan təzyiqin də hara, migren də hara, babasil də hara, varikoz damarda, nöqtələri var. Yəni ki, dünə mən söz vermişdim. Birincisi, mən istərdim, Urfan bəydən xahiş elərdim. Mənim bu kitabımı hər halda Üzeyir doktor, Azərbaycanın savadlı həkimlərindən biri kimi xahiş elərdim. Üzərində oxuyardı. İçərisində mənim adım, familiyamı hara verib onu, mən haranın üzüyəm, onu desə təşəkkür elərdim. İndi mən tanıdığım beynəlxalq qurumlar var da. Məsələn, tutaq ki, Avropa Kardiologlar Cəmiyyəti, Amerika Qəlb Assosiasiyası. Bu başqa şey. Yəni, indi mən bu cəmiyyət, Dünya Federasiyası of Chinese Medicine Societies, bu zaten adı uydurma bir şeydir bunun. Bu beynəlxalq bir şey, dünya tərəfindən qəbul görülən şey deyil axı. Bəli? Çox səmimi adamsınız, üstündə oxuya bilərsiniz. Oxuyum. Dünya Çin Medisina Cəmiyyəti. Çin Medisina Cəmiyyəti, doktor. Dünya Çin Təbabəti Konfederasiyası da o da mən üzvüyəm. Hər nə deyil şeydir də, kəlmə oyunu oynamayaq, kimi. Kəlmə yox, doktorum. Siz səmimi adam deyilsiniz. Siz ki, ona dediniz, saxtadır. Mən bu zəhmətimlə neçə min kilometr gəlir. Mən saxta demədim, xahiş edirəm. Mən deyirəm ki, bu dünyanın, bir dəqiqə, burada bu dünyanın dediyim kimi qəbul elədiyi bir cəmiyyət deyil yəni. Nə deməkdir uydurma? Mən bir elm adamı kimi bunu qəbul elədiyim bir cəmiyyət deyil yəni. Siz qəbul elə bilməzsiniz, sizin anlayışınız yoxdur o sahədə. Mən desə başqa şey göstərəm, sizin elmdən anlayışınız yoxdur o zaman. Doktorum, bir dənə zəhmət olmasa, bu kitabı kim yazıb? Doktor Mersinski Nauk, bir dənə sizin Balşo ensiklopediya. Buyurun, göstərin. Göstərim. Üzeyir bəyə də təqdim edib. Üzeyir doktora mən heç nə verməyəcəm. Bu saxta dediyi, uydurma dediyi şey mən ona vermərəm. Şəhla xanımı təqdim edə bilərəm istəsəniz. Hə, verin. Mən biraz immunosupressiv adamım, penisilinlər orada yəqin ki. Bir dənə zəhmət olmasa, Zəli ilə əlaqədar qoy bunu oxusun. Kim kitabın, bəli, bunlar hamısı elmi işlərdir. Zaten kitab dediyiniz şey nazik 18 səhifəli dəftərdir. O biri sarı dediyiniz də köhnəlmiş bir kitabdır. Mən bundan 5 il əvvəlki kitabı oxumuram. Tamam, siz necə deyirsinizsə, necə rahat olursunuz, bir dənə zəhmət olmasa, bunun üstünə bax. Demək, dünya xalq təbabətinin bütöv ensiklopediya. Ay, sağ ol, çox gözəl. Bir şey üzr istəyirəm, demək istəyirəm, bu hansı ölkədə, bizim ölkəmizdə zaten yoxdur. Daxili xəstəliklər və yaxud hər hansı bir rəsmi bir terapevtik, belə deyək ki, tədris mərkəzində tədris olunan bir kitabdır. Bax, o zaman biz rəhbərliklərdən danışırıq ki, kliniki protokollar var. Bu bütün belə deyək ki, rəsmi tibbi
belə deyək, sahələrin hər birinin özünün rəhbərlikləri var, qaydalarlar var və o kliniki protokollar daxili xəstəliklərdən tutmuş. Mən özüm daxili xəstəliklər həkimi olduğum üçün bu sahədən deyirəm. Gəlin tamaşaçılara göstərək, elmi nəşrdirsə, elmi elmi nəşrlər deyil, bunlar ümumi bir... Düz deyirsin, bunlar hamısı evdə basılmış, evdə yazılmış kitablar, çox sağ olun. Bunlar hamısı mətbəədə olmuş bir şeylərdir. Orada baxacaqsın. Bədii ədəbiyyatda da nəşriyyat yəni mən sizə bir şey, söhbət mövzunu davam edeyim. Mən yəni revmatizmdən sağaldım və bu sahəyə gəldim. Mən gəlib bu sahəyə çıxandan sonra insanları narahat eləyirdi. Bayaq çox gözəl tutdunuz Ulduz xanımın fikrini. Ulduz xanım təbii müalicə həkimi deyil. O çox gözəl aptekçidir və fitoterapevt. Yəni o işlə məşğul olur. Ona görə də o Ürfan bəy dedi, o dolaşdırdı. Yəni türkə çarə başqa şeydir. Türkə çarə bizə nənələrdən, babalardan gəlmədi. Banka qoymaq, ondan sonra o dediyiniz müxtəlif prosedur, göbək götürmək, nə bilim, bel çəkmək, yer altından keçirmək. Sınıqçılıq, çöpçülük, arı sancması. Bəli, bəli. Bunun ancaq elmi tərəfi, bu elmi tərəfinə gələndə, bugün yenə də deyirəm, dünyanın harasında, indi bir dənə Volqograddan telefonda atıblar mənə. Bugün verilişə baxıb atıblar ki, qardaş, Azərbaycan bu həkimlərin vaxtı olmurmu ki? Bir girib baxalar, bu dünyada bu elmdir. Bunun institutları var. Dünən dedim ki, Zeyirdə oturur, gir bir bax, apiterapiya, institut apiterapiya. Gör, Moskvada harasında nə böyüklükdə bir institutlar, neçə institutlar var, Yaroslavlda var. Dünyanın hər yerində, Koreyada birinci dəfə, ilk dəfə 1959-cu ildə yaranıb və yayılıb dünyaya bütün bu məhsulların hamısı elmi şəkildədir. Yəni, sən elmsiz və bugün bu kitabları mən bugün zəli haqqında o kitabı yığdım, gördüm, gətirə bilmirəm. Dedim, biraz götürüb göstərim. Bugün deyilirsə ki, bu evdə yazılıb. Ailədə uşaqları məlumatlandırmaq üçün olan bir kitabdır, burada yazılıb. Kim məlumatlandırmaq? Unikalная kniga для каждой семьи. Kimlə də fabrika üçün yazsın? Yəni, tibb universitetlər üçün deyil.